Bakıda İdrak liseyində şagirdi tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın müalicəsi ev şəraitində davam etdirilir. Müəllimin vəziyyəti yaxşı olaraq qiymətləndirilir, lakin o hələ İdrak liseyindəki işinə geri dönməyib. Xatırladaq ki, fevralın 6-sında Bakının Binəqədi rayonu ərazisində yerləşən İdrak liseyində silahlı insident baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Milli Məclis icbari tibbi sığorta haqqında qanuna dəyişikliyi təsdiqləyib. Bununla bağlı məsələ parlamentin bugün keçirilən plenar iclasında müzakirə edilib. Qərara əsasən, icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır. Qanuna görə, ilkin tibbi sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, sığorta olunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Dəyişikliyə görə sözü gedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığorta olunan tərəfindən ödənilən hissəsidir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.